Salam əziz izləyicilər. Deməli 7 dekabr 2025-ci ildə Güvən nəşrlərinin blok fənləri üzrə keçirdiyi sınaq imtahanı sualların izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayaq. Deməli sinif 11 B variantıdır kitabçam. Yəni A və B variantı suallar eynidir. Sadəcə sıralaması fərqli ola bilər. Deməli baxıram birinci suala. Deyir A müsbət ədəd olarsa aşağıdakilərdən hansı mənfidir? Məsəl üçün A-ya müsbət ədəd verirəm tutalım 2. Bu şəkildə yoxlayaq. Mesela A variantında nə verib? A üstü mənfi 2. Yəni 2 üstü mənfi 2 demək 1 bölünsün 2'nin kvadrat deməkdir. Elə bu 4'də 1 olur. Elə bizə nə mənfi istəyir? Bu müsbətdir. Bu yox. İndi B-yə baxıram. Demək mənfi qarşıda mənfi A-nın üstü mənfi 3. Baxın bu nə deməkdir? Mənfi qarşıda. Demək qüvvətdəki mənfiyə görə olur tərsi. Yəni 1 böl, baxın mənfi 1 böl A-nın kubu deməkdir. Burada da 2 mənfi qarşı-qarşıya olur 1 böl A kubu. Yəni bu da müsbət olur. A müsbətsə kubu müsbətdir. Yəni A-nın yerinə 2 də yazsanız görəcəksiniz. Bu da ödəmir. Mesela C-yə baxıram. A üstü mənfi 5. Bu nə deməkdir? 1 böl A üstü 5 deməkdir. Qüvvətdəki mənfiyə görə tərsi deməkdir. Yəni yenə A müsbətsə 1 böl A üstü 5 olur müsbət. Mesela 1 böl A'ya 5, A'ya 2 yazsam 2 üstü 5 32 olur. Müsbət olduğunu görürsünüz. Sonra baxıram D-yə. Mənfi qarşıda mənfi A-nın kubu. Burada təbii ki qüvvət təkdir deyə mənfi çıxır. Baxın buradan mənfi çıxır. Qarşıdakı mənfi ilə olur müsbət. A-ya müsbət yazsaq yenə təbii ki müsbət olur. E variantına baxaq. Mənfi A üstü mənfi 3. Baxın A üstü mənfi 3 demək 1 böl A-nın kubu deməkdir. Və qarşıdakı mənfini də yazıram qarşıda. A müsbətsə 1 böl 2'nin kubu. Elə bir müsbət olur. Qarşıda mənfi var deyə mənfi olur. Demək bu sıfırdan kiçikdir. Bizə də mənfi istəyir. Olur E variantı cavabımız. Növbəti baxıram ikinci suala. Üçbucağın daxili bucaqları alfa, beta, gammadır. Yəni alfa, beta, gamma cəmi 180 dərəcə. Bizə verib alfa bölü beta bərabər 2'də 1'ə. Orada çarpaz eləsək 2 alfa bərabər olur beta. Və alfa üstəgəl betanın 2 gammaya bərabər olduğunu deyir. Burada betanın əvəzinə 2 alfa yazsaq olur 3 alfa bərabər 2 gamma. Buradan da demək alfaya yazıram 2K. Demək alfa 2K, gamma yazıram 3K. Baxın burada alfa 2K yazsaq beta olur nə? 4K. Və bizə bunların cəmi 180 olduğunu deyir. Daxili bucaq olduğuna görə. Toplayanda 2K üstəgəl 4K üstəgəl 3K bərabər 180 dərəcə. Demək bu da olur 9K 180 K 20. Bizdən alfanı istəyir. 2 vur 20 olur 40 dərəcə. Yəni C variantı. Növbəti baxıram. Üçüncü sual. Demək Px verilib bizə. Qeyd edeyim. B çıxılsın A. X kvadrat üstəgəl Cx üstəgəl A. Qx bərabər 3x kvadrat minus 5. Deyək çox hədləri üçün Px bərabər Qx olarsa A üstəgəl B üstəgəl C cəmini tapın. Baxın bu nədir? Çox hədliyin bərabərliyi. Çox hədlər bərabərdirsə
eyni həddin əmsalları nə olmalıdır? Bərabər olmalıdır. Yəni x kvadratın əmsalı b minus a bərabər olmalıdır x kvadratın əmsalı 3'ə. Burada yazıram b minus a 3 olmalıdır. Davam edirəm. Baxın burada x'in əmsalı c'dir. Baxın burada x həddi iştirak eləmir. Demək ki c nə olmalıdır? 0 olmalıdır. Sərbəst hədd a'dır. Burada mənfi 5'dir. Demək a bərabər olmalıdır nəyə? Mənfi 5'ə. Burada a'nın əvəzinə mənfi 5 yazsaq. Demək a mənfi 5, b mənfi 2, c 0. Bizə bunların cəmini istəyir. Mənfi 5 üstəgəl mənfi 2 üstəgəl 0. Bu olur mənfi 7. B variantı. Demək növbəti baxıram 4-cü suala. Deyir AB düz xətti. O1 mərkəzli çevrələrə A və B nöqtələrində toxunur. Radiusları müvafiq olaraq 5, 3 olan çevrələrin bir-birinə ən yaxın məsafəsi 2 cm olarsa AB məsafəsini tapın. Demək baxın. Belə bir çevrə. Bura A'dır. O1, B. Bu da O. Deyir AB düz xəttləri O1 mərkəzli çevrələrə A və B nöqtələrində toxunur. Radiusları müvafiq olaraq 5, 3 olan çevrələrin bir-birinə ən yaxın məsafəsi 2 cm olarsa AB məsafəsini tapın. Baxın bizdən bunu istəyir. Demək AB istəyir. Demək qulaq. Bizə deyir çevrələrə ən yaxın məsafə. Ən yaxın məsafə deyirsə, çevrəyə baxın. Ən yaxın məsafə fikrin buradan buradır. Ən yaxın bu hissə olar da təbii ki. Baxın bu sarı renkli olan hissə 2'dir. Bu belə. Buradan bir radius çəksəm 90 dərəcə. Buradan bir radius çəksək baxın burada 90. İndi fikir verin. Bu sarı renkli olan ise 2'dir. Mesela üçün mən bura x'i silim. Mən ilə x'i bura qoysam. Baxın x burada olsa bura olacaq 2 minus x. Çünkü bütöv 2'dir bura. Buradan bura radius 5'dir. Tabii ki burada 5 olur. Kiçik çevrede radius 3'tü. Buradan bura radius 3 olur. Burada 3. Şimdi biz burada ne görürük? Bakın düz bucaklı 3 bucak. Ve burada da bir de belə bir düz bucaklı 3 bucak. Bunlar nədir? Bunlar birbirine oxşardır. Müəllim hardan oxşar oldu deyirsən. Bax. Bura alfa olanda burada alfadır. Bir bucak beraber 90-90 beraber. 2 tane bucak beraberse artık 3. bucakta ne olur? Beraber olmuş olur. Demək bura betadırsa burada betadır. Şimdi baxırıq. Bakın. Soldaki 3 bucağın alfanın qarşısındakı tərəf 5'in. Sağdaki 3 bucağın alfanın qarşısındakı tərəf 3'ə nisbədir. Bərabərdir. Demək soldaki 3 bucağın 90'ın qarşısındakı tərəf buradan bura 7 minus x'in. Sağdaki 3 bucağın 90'ın qarşısındakı tərəf yani x üstəgəl 3'ə nisbədir. Bərabər olmalıdır. Çarpaz eləsəm 5x üstəgəl 15 bərabər 21 çıx 3x. 5x ilə 3x toplasam olur 8x. Bunu sola keçirdim. 21'den de çıktım 15'i. Buradan da 8x beraber olur neye? 6'ya. Demek burada x ne olur? Üzülürsen. Demek x ne olur?
Sıfırdan %75. Onluq kəsir olsun da. Olur 8'də 6, bu 4'də 3. O da 0,75. İndi baxın. Burada 2 dənə düz bucaqlı 3 bucaq var. Baxın bu 3 bucağa görə gedib baxın bu hissəni taparam. Digər 3 bucağa görə bu hissəni taparam. Və onları neyərəm, toplayaram. Düzdürmü? İndi x nə oldu? 0,75. Daha silim. Baxın buradan bura bütöv 7 çıx x-dir. X 0,75 ise 7'den 0,75 çıxanda bura qalır 6,25. Pifagora görə bura a yazıram. Demək a kvadrat bərabər 6,25'in kvadratı çıxılsın 5'in kvadratı. Elə bunu kvadrat fərqinə görə yazıram. Bu olsun 6,25 üstə gəl 5. Bu olur 1,25. Digəri olur 11,25. Demək 1,25 1,4'də 1 deməkdir. O olur 4'də 5. Bu da 11,4'də 1 deməkdir. Məxrəc 4. Onu da düzgün olmayan kəsə çevirirəm. 11'i 4'ə vururam. 44 üzərinə 5. Yox. Bu olur 11,4'də 1. 11'i vururam 4'ə 44 üzərinə 1 gəlirəm 45. Məxrəc 16'da 225. A kvadrat 16'da 225 ise onda A oldu nə? 4'də 15. Bu bizdə A. Bu belə. İndi gedirəm. Baxın buradan B'ni tapıram. İndi fikir verin. Baxın buradan bura bütöv x üstə gəl 3'dür. X 0,75'ti. Bu olur 3,75. Buna B'ni tapmaq üçün bunun kvadratına baxın. 3'ün kvadratını çıxmalıyam. Demək buradan da yazıram ki B kvadrat bərabər 3,75'in kvadratından çıxıram 3'ün kvadratına. Bu da kvadratlar fərqi 3,75 çıx 3. 3,75 üstə gəl 3. Bu olur 0,75. Digəri 6,75. Bu 4'də 3 deməkdir. Bu da 6,4'də 3 deməkdir. Onu da düzgün olmayan kəsirə çevirəndə 4'də 27 olur. Bu da bərabərdir 16'da 81'ə. B kvadrat 16'da 81'dir. Onda B nəyə bərabərdir? 4'də 9'a. Baxın bizdə AB məsafəsi A ilə B-nin cəmidir. Ona görə mən demək AB-ni tapmaq istəyirəmsə 4'də 9'un üzərinə 4'də 15 gəlməliyəm. 4'də 24 olur. Bu da olur 6. Yəni B variantı. Növbəti baxıram 5-ci suala. Demək 5'də baxın. Hər tərəfi 4'ə vursam məxrəc onsuz da ədəddir. 4x kvadrat çıxılsın 2x minus 1. 2'də 4'ü 0'a vurdum 0. Bu olur 4x kvadrat çıx 2x üstə gəl 1. 2'də 0. Bunun kökləri nə olur? Demək diskriminantdan kökləri tapsam -2 kvadrat 4 çıxılsın demək nə olur? 4'də 16. Bu da olur -12. Diskriminant 0'dan kiçik. Baxın bunun kökləri yoxdur. Demək A'sı baxın A 0'dan böyük. Diskriminant 0'dan kiçikdirsə və bu şərt ödəyirsə x'in istənilən qiymətində bu ifadə müsbət qiymət almalıdır. Yəni bu x'in istənilən qiymətindən bu müsbət qiymət alır. Nə vaxtsa 0'dan kiçik ola bilərmi? Xeyr, heç vaxt. Ona görə həlli yoxdur. E variantı. Növbəti baxıram 6'ya. Bir üstə gəl kökdə 5 bərabər x. Bizə verib 14 çıxılsın 6 kökdə 5. Baxın bunu 14 çıxılsın 6'nı yazaram 2 vur 3 kökdə 5.
İndi bu kök alt ifadenin neyse kvadratının olduğunu düşünürəm. Burada 2 mislində olan 2'dir. Yəni düsturdan gələn 2'dir. Buna baxmama düşün. 3 kök 5 nələrin hasilidir? Və onların kvadratlar cəmi bizə nə verməlidir? 14 verməlidir. Bu 3 ilə kök 5 ola bilərmi? Hasili ödəyir. Kvadrat 9, kvadrat 5 toplayanda 14 ödəyir. Ona görə mən kök alt ifadənin əvəzinə yazıram 3 çıx kök 5'in kvadratı. Burada kök 5 çıx 3 də yaza bilərsən. Sadəcə kvadrat kök itirəndə modul çıxır. Çalış böyüyündən kiçiyincə qoy müsbət olsun. Bir də modulu açma. Kvadrat kök itirdi. Normalda çıxmadı. Modulda 3 çıx kök 5. 3 çıx kök 5 müsbət elə olduğu kimi çıxdı. Bu belə. Mənə bunu x ifadə edir. Buradan kök 5'i tapıram. Demək aşağıda kök 5'in əvəzinə x minus 1 yazıram. Demək yazıram ki 3 çıxılsın. Kök 5'in yerine yazıram ki x minus 1. Bu da olacaq 3 çıx x üstə gəl 1. Bu da 4 minus x. Yəni D variant. Demək növbəti baxıram 7'yə. Radiusları 6, 10 olan iki çevrə daxildən toxunur. Bu bizdə böyük çevrə olsun. Bu da kiçik çevrə. Demək daxildən toxundu. Böyük çevrənin radiusu bu, kiçik çevrənin radiusu bu. Bizə də radiusları 6, 10'dur. Bu qırmızı böyük çevrənin radiusu 10'dur. Kiçik çevrənin radiusu bu da 6'dır. Buradan bura bütöv 10. Bu mərkəz arasında məsafə x. X'i tapmaq üçün nə etməliyəm? Böyük çevrənin radiusunu, kiçik çevrənin radiusunu çıxmalıyam. Cavab olur 4 E variantı. Yəni şablon sualdır. Yəni şəkil çəkmədən də çevrələr daxildən toxunanda mərkəzlər arasında məsafə radiusların fərqidir. Təbii ki, böyüyündən kiçiyin fərqi. Növbəti baxıram 8'ə. Demək 3x plus y bərabər 11'ə. 2x minus 3y bərabər 11'ə. Bizə deyir x'i tapın. Demək birinci tənliyi 3'ə vururam. 9x üstəgə 3y bərabər 33. Və bu x'ini sistemləşdirsəm, bunları alt-alta toplasaq 3y'lər gedər. Qalır 11x bərabər 44. X bərabər 4. Bizə nə x istəyir? Olur E variantı. Növbəti baxıram 9'a. Demək perimetr 36 olan rombun iti bucağı 60 olsa onun kiçik diagonal uzunluğunu tapın. Demək bizdə nədir? Rombdur. Rombu belə çəkim. Bu olsun bizdə romb. Rombun bütün tərəfləri nədir? Bərabərdir. Perimetr 4A 36 A 9. Demək A oldu 9. Və bizə iti bucağı verib 60. Buradan hündürlüğü çəkərəm. Buralar 30. Bizə də onun kiçik diagonalı tapın. Baxın, kiçik diagonalı necə tapıram? 30'un qarşısına qat et. Hipotenuzun yarısı. Bura olur 4,5. Onda baxın burada 4,5 düşür. Və bu bizdə olur nə? Kiçik diagonal. 30'un qarşısına qat et. 4,5 ise 60'ın qarşısına qat et. 30'un qarşısına qat etdən kökdə 3 dəfə böyükdür. Yəni bura olacaq 4 kök 5 kökdə 3. Daha doğrusu 4 kök 5 deyirəm. Üzrsən 4,5 kök 3. Bizə nə isə kiçik diagonal istəyir. İndi fikir verin. Rombun iti bucağı 60 ise kör bucaq nə olur? 120. Rombda diagonal tən bölən olduğuna görə baxın burada 60 olur. Burada 60. Onda bura düşdü nə? 30. 30'un qarşısına qat et. Hipotenuzun yarısıdır. Bu da olur 9.
Deməli rombun kiçik diagonalı 9'a bərabərdir. C variantı. Yəni oradan bərabər tərəfi kimi də getmək olar, fərqi yoxdur. Məsələn, hündürlük çəkmədən də gedə bilərəm. Birbaşa. Heç buna ehtiyac yoxdur, belə baxanda. Baxın. Normal şəkil belədir də. Perimetr tapdıq 9. Bizə kiçik diagonal istəyir. Mesela buranı birləşdirərəm. Bizə kiçik diagonal. Bura 9'dursa, baxın burada 9'dur. İti bucaq 60'dır. Bura bərabər yəni üç bucaq olduğundan görə təpə bucaq 60'sa, 180'den 60 çıxdım 120. 2'yə böldüm. Burada 60, burada 60. Gördüm ki, bərabər tərəfi üç bucaq olur. Burada 9 olur. Yəni, bu şəkildə də görə bilərsiniz. Növbəti baxıram 10'a. Demək 10. Bərabər həll edin. Demək fikir versək, sürət həmişə nədir? Müsbətdir. Onda məxrəc -3 çıx x müsbət olmalıdır ki, ümumi qiymət müsbət olsun. Düzdürmü? Burada -x böyükdür 3'dən, x kiçikdir -3'dən. Və fikir versək, sürətdə x 1 ola bilməz. Çünki burada bərabərlik yoxdur deyə sürət 0 ola bilməz. Və bu nə oldu? -sonsuzluqdan -3'ə. Baxın, bu aralıqda müsbət bir yerləşmədiyinə görə cavab elə nə olur? -sonsuzluq -3. C variantı. Növbəti baxıram 11'ə. Demək 11'də paralelogramın iki daxili bucağının cəmi 230 olarsa onun iti bucağını tapın. Demək bu bizdə olsun paralelogram. Paralelogram bilir ki, qarşı bucaqlar nədir? İtidir, bərabər, körlər bərabər. İki daxili bucağının cəmi 230. İki daxili bucağının cəmi 230'dursa onun iti bucağını tapın deyir. Baxın, bu bucağına bu iki bucaq 230 olmaz. Bunlar cəmi 180'dir. Düzdürmü? Belə 230 olmaz. Niyə? Çünki ikisi də itidir. Əgər onlar bir-birinə bərabərdir. İndi o 232 bölü 115 olur. İti 115 olmaz. Onda belə çıxır, körlər bərabərdir. 230'un yarısı, yəni körlərin cəmi 230'dur. 230'un yarısı 115. Burada 115. Demək kör 115 ise iti nə olur? 65. Bizdən iti istəyir. D variantı. Demək növbəti baxırıq 12'yə. Birləşmə var, fərq var. Venn diaqramdan yazım. Demək bura A, bura B. A fərq B, x. B fərq A, 2x. Kəsişmə 12. Birləşmədə 42 MB-ni istəyir. Demək x üstəgəl 12, üstəgəl 2x. Baxın, bunların cəmi bizə birləşmə verir, düzdürmü? Nə? 42. Buradan 3x bərabər 42'dən 12 çıxsam 30. X oldu 10. Bizdən nə istəyir? MB. MB baxın buradır. X 10'du. 2'ye vurdum, bura oldu 20. Onda NB olur neçə? 32. Cavab olur D variantı. Növbəti baxıram 13'ə. O tip suallarda dediğim həmişə arayaqda qoşmaya vuraq. Demək baxın. Bunun sürət məxrəcini vururam 2 minus kök 5'ə. Kökdə 2 vur 2 minus kök 5. Məxrəc də minusa vuranda kvadratda fərq eləyir. 4 çıx 5 olur. Məxrəc kvadratda fərqinə görə üstə gəl. İkinci kəsində sürət məxrəcini 2 plus kök 5'ə vururam. Məxrəc yenə kvadratda fərqi olur. Demək buranı vurub açsam oldu 2 kökdə 2 çıx kök 10. Baxın 4'dən 5 çıxanda mənfi edir deyə. Belə deyim də 4'dən 5 çıxanda yenir mənfi. 4'dən 5 çıxanda mənfi elirsə mənfini attım elə qarşıya. Burada 4'dən 5 çıxanda mənfi elirsə
Mənfini attım elə qarşıya. Birbaşa mənfi vurub açıram. Olacaq mənfi 2 kökdə 2 üstəgə kök 10 çıx 2 kökdə 2 çıx kök 10. Bunlar gedər. Cavab mənfi 4 kökdə 2 olar. Yəni ki C variantı. Növbəti baxıram 14-ə. Demə baxın belə bir şəkil. Demək bura 5. Kök 11. Bura D, bura C, bura B, burada A. Deyir ABC düzbucaq, üçbucaq, A90, AB verib, AD verib. Baxın DC 2BD-yə bərabərdir. Bu düzbucaqlı üçbucağa görə burada X-i taparam da. X kvadrat bərabər kök 11-in kvadratı 11 üstəgəl 25 36 X 6. Baxın bura oldu 6. Bizə şərtdə deyir ki DC bu 2BD-yə bərabərdir. BD 6-dırsa bura oldu nə? 12. Vəssalam. İndi biz körbucaqlıya görə, daha doğrusu körbucaqlı üçbucağa görə sahanı necə tapa bilərik? Hündürlük, baxın bu hündürlüyü mən bu tərəfə vurub 2-yə bölsəm rəngləm hissənin sahəsini verir. Düzdürmü? S BDC bərabər 2-lə 1 vurulsun. Tərəf 12, hündürlük 5. Bu da oldu nə? 30. Bu rəngləm hissənin sahəsi olur 30. Növbəti baxıram 20. 20 nə idi daha doğrusu? 15. Uşaqlar, onluq kəsirin bölünməsinə vergüldən sonra rəqəmlərin sayına baxırıq. Vergüldən sonra rəqəmlərin sayı bərabər deyilsə 0 yazmaqla bərabərləşdirirəm. Məxrəcdə vergüldən sonra 3 rəqəm var, sürətdə 1 rəqəm var. 0 yazdım, bərabərləşdirdim. Çıxılsın. İkinci kəsirdə vergüldən sonra 2 rəqəm var, məxrəcdə sürətdə 1 rəqəm. Orada da 1-0 yazmaqla bərabərləşdirdim. Sürət baxın 36'dır. Vergülü sağda durur. 1-0 atsam. Belə. Vergüldən sonra rəqəmlərin sayı eynidir. Vergülləri silsək, sürət olur 100, məxrəc olur 1. Sürət olur 660, məxrəc olur 22. Sürət olur 360, məxrəc olur 18. 100'e 1'ə böldüm 100. 660'ı 22'ye böldüm, düştü 30. 360'ı 18'e böldüm, düştü 20. Cevap oldu 50. 50 E variantı. Növbəti baxıram 16'ya. Ne deyir bizə? Deyir 2 metr uzunluğundakı məftili elə 2 hissəyə bölün ki, məftilin uzunluğunun uzun hissəyə nisbəti uzun hissənin qısa hissəyə nisbətinə bərabər olsun. Alınan hissələrdən kiçiyi neçə metrdir? Demə bax. Bu bizdə 2 metr uzunluğunda məftil. Bu bütöv 2 metrdir. Deyir bunu məftili elə 2 hissəyə böl ki, bura kiçik hissədir, bura böyük hissədə görünür. Deyir, bölün ki, məftilin uzunluğunun uzun hissəyə nisbəti. Yəni, uzunluğunun uzun hissəyə nisbəti. Böyük yazmışım, ben uzun yazım. Digər nədir? Qısa. Uzun, qısa. Elə baş hərflərini yazım. Demək, məftilin uzunluğunun uzun hissəyə nisbəti. Buna nisbəti. Məftilin demək uzunluğunun uzun hissəyə nisbəti. Uzun hissənin qısa hissəyə nisbəti bərabər olsun. Yəni bunu demək istəyir bizə. Uzun hissənin qısa hissəyə nisbəti bərabər olmalıdır məftilin uzunluğunun uzun hissəyə nisbətinə. Bu belə. Buradan alıram ki 2 demək ki bərabərdir 10'un kvadratına.
Bizə bilir ki, U ilə Q'nun, yəni uzunla qısanın cəmi 22 eləməlidir. Alınan hissələrdən kiçiyini tapın. Demək bizə nə lazım? Kiçik, yəni qısa lazım. Buradan U'nu tapıram. 2 çıxılsın Q. Burada U'nun yerinə yazıram. Demək 2Q bərabərdir 2 minus Q'nun kvadratı. Buradan 2Q bərabər 4 minus 4Q üstəgəl Q'nun kvadratı. Buradan sağ tərəfə keçirsəm Q kvadrat. Bu keçsə mənfi olur. Bundan olur mənfi 6. Üstəgəl 4 bərabər 0. Demək diskriminantla 6'nın kvadratı 36 çıx 16. Oldu 20. Buradan Q1 bərabər mənfi 6'nın əksi müsbət 6 üstəgəl kökdə 20 bölünsün 2. Demək kök 20 2 kök 5 deməkdir. Hər birini 2'yə bölsəm olacaq 3 üstəgəl kök 5. Digər də olur 3 minus kök 5. Kökün biri bu, biri bu. İndi baxın. Bu olar mı? Xeyr. Niyə? Kök 5'dən çıxır 2 tam neçə? Üzərinə 3 gələn olur 5 tam neçə? İlə məftilin özü 2'dir. Necə 5 tam neçə ola bilər ki, qısası? Aydındır. Ona görə təbii ki, cavab nə olur? 3 minus kök 5. Yəni A variantı. Aslında çətin bir sual deyil. Yəni, sadəcə biraz fərqli sualdır. Yəni, nisbətləri götürüb yazmaq lazım. Növbəti baxıram 17'yə. Demək 17'də nə deyir? 2x plus 1 böl 3x minus 3 kəsiri deyil, düzgün kəsir olarsa. Düzgün kəsir nə deməkdir? Sürəti məxrəcindən kiçik. Burada o 2x çıx 3x kiçikdir mənfi 3 çıx 1. Bu mənfi x kiçikdir mənfi 4, x böyükdür 4. X'in ala biləcəyi ən kiçik tam qiyməti tapın 5. D variantı. 18'də deyir diametri 6 olan dairənin sahəsini tapın. Ama dairənin sahəsi nədir? Pi r kvadrat. Buna diametre görə pi d kvadrat böl 4 də deyə bilərsən. Çünki radius d bölü 2'dir. İndi diametri 6'dırsa pi vurulsun 6'nın kvadratı 36 böl 4. Bu da olur 9 pi. Ya bu üstündən getmədən də məsələn diametr 6 deyil, radius 3 olur. Gətir burada radiusa 3 versən yenə 9 pi eləyir. Fərqi yoxdur. E variantı. Növbəti baxıram 19'a. Deyir ki bizə bir şagird bir ustanın gördüyü işin 3'te 1'i qədər iş görə bilir. 3 şagird 4 usta 20 kostyumu 12 günə tikə bilərsə 12 şagird 6 usta 30 kostyumu neçə günə tikə bilər? Demək olasın, gəlin bunu belə yazaq. Demək bir şagird bir ustanın gördüyü iş 3'te 1'i qədərdirsə, belə götürək. Onda bu deməli ki bir usta ilə 3 şagirdə bərabərdir. Yəni bir ustanın gördüyü iş 3 şagirdin gördüyü işə bərabərdir. Belə deyim. Ona görə baxın 3 şagird fikir edin bura. Bax 3 şagird üstəgəl 4 usta deyil. Ona görə yazıram 3 üstəgəl 4 vurulsun 3. Yəni 4 ustanın 4 usta ilə ki 12 şagirdin gördüyü işə bərabərdir. Belə deyim. Bu olur 3 üstəgəl 12 15. Bakın burada artık 15 şagirdin işidir. Tabii ki buradaki məqsəd nədir? Hamısını ya şagirdə gətirirək, ya ustaya. Burada hamısını elə şagirdin işinə gətirirəm. Yəni 15 şagird, baxın 15 şagird 20 kostyumu 12 günə. Burada ancaq burada şagirdin gördüyü işə gətirdim məsələni. Sonra deyək ki 12 şagird 6 usta. 12 şagird üstəgəl 6 usta. Hər ustanın işi 3 şagirdin işinə bərabər olduğuna görə 6'nı vurdum 3'ə. 12 üstəgəl 18 30. Demək 30 şagirdin 30 kostyumu neçə günə tikər bilmirəm x günə.
Üçlü tənasüblərdə lap dörtlü tənasüb fərqi yoxdur. Demiş ki, həmişə işi böl digərlərin hasilinə. Demək, iş burada 20 kostyumdur. Bölürəm 15 vur 12'ye bərabərdir. Burada iş 30 kostyumdur. Bunu bölürəm 30 şagird vurulsun gün. Bu 30'lar gelir. Çarpaz eləsəm 20x bərabər 1 qalb olur 180. Çarpaz olanda 180 x bərabər 9. Bizdən onsuz da nə istəyir? Gün istəyir də. Vəssalam. Gün oldu nə? 9 gün. Yani orada artık gelip şagird falan tapmağa ihtiyaç yoktu. Usta falan. Cevap oldu nə? 9 gün D variantı. Sonra baxıram 20'ye. Yarışda iştirak edenlerin 70%'i oğlanlardır. Yarışda iştirak edenlerin 18%'i kız olsa ona sayını tapın. Demek ki belə baxaq da şagird X saydadır. Bunun 70%'i oğlandırsa onda 30%'i qızdır. Düzdür mü? Qız nə qədərdir? 18 nəfər. X bərabərdir 18 vur 30'da 100. Bundan bu qədər. Bundan da bu qədər 6 ona 60. Bizden oğlanların sayını istəyir. Ümumi şagird 60'dır. Oğlanların sayı 60 çıx 18 olur 42. Yani C variantı. Növbət baxıram 21'ə. X kvadrat çıx x çıx 6 kiçikdir 0. Bərabərsinin ən kiçik tam əlini tapın. Demək kvadrat bərabərlikdə kökləri tapaq. Toplayanda müsbət 1, vuranda -6. Köklər olur müsbət 3 ilə -2. Yani x vurukla şəklində yazıram. X minus 3, x plus 2 kiçikdir 0. İntervalda -2'dən 3'ə. -3 verəndə bura mənfi vuranda müsbət. Demək 2 verəndə mənfi müsbət, -4 verəndə hər ikisi müsbət. Bizə 0'dan kiçik lazım. Cavab olur -2'dən 3'ə. Bu araqda ən kiçik tam hər olur -1. Yəni C variantı. Orada daxil olsaydı elə -2'nin özü ən kiçik olardı. Növbəti baxıram 22'yə. 22'də nə deyir? Düzgün 5 bucaqlı. Demək bura A, B, C, D. Bu da E. Bizden ne deyir? Deyir ABC düzgün 5 bucaqlısında B'de ve CE. B'de ve CE diagonallar olarsa BFC bucağını tapın. BFC. Demək bizden buranı istəyir. İndi qulasın. Bu düzgün 5 bucaqlıdırsa bunun bir xarici bucağı neçə dərəcə olacaq? Beta bərabər 360 böl 5. 72. Bir xarici bucaq olur 72. Onda bir daxili bucaq nə olur? 108. İndi qulaq as. Baxın bu nədir? Düzgün 5 bucaqlı olduğuna görə bu oldu bərabər yanlı 3 bucaq. Bərabər yanlısa bura, baxın bura bütöv neçə dərəcə olur? 108 oldu hər bir daxili bucaq. 180'den 108'e çıxdım qaldı 72. 2'ye böldüm bax 36. 36. Bu belə. İndi fikir versək. Bax buna görə də bu bərabər yanlı 3 bucaqdır. Düzdür mü? Burada da bura bütöv baxın 108 olmalıdır. 36'dırsa bura düşür 72. Onda beləsi baxın bu bərabər yanlıdırsa onda burada 36, burada 36 olur. Bunu silim. Baxın onda burada 36'dır. Bizden ne istəyir? Bizden buranı istəyir. 36 ile 36'nın cəmi olur 72. Bura qalır 72. 3 bucaqda 2 daxili bucağın cəmi bunlara qonşu olmayan xarici bucağa bərabərdir. Cavab elə 72 olur. D variantı. Növbəti baxıram 23'ə. Tənliyi həll edin.
Demək 2 ilə 3 əküb nədir? 6. Hamısını 6'ya vuraq. 6'ya vuranda 2 ilə əksəydə qalır. 3 vur 3x üstə gəl 4. Buranı da 6'ya vuranda ixtisar gedir. 2 qalır. 2 vur 2x çıx 6 bərabər 52 vur 6. Vurub açsam 9x üstə gəl 36 üstə gəl 4x çıx 12 bərabər 2 bir yadda 312. 9 4 oldu 13x bərabər 312. 36'dan 12 çıxanda 24 qalır. Sayən də mənfi 24 olur. Bu da 14x bərabər. Demək 8 288. Eləmə oldu. Hayda burada səhv eləmişəm. Üzrlüsən. Vurub açanda 3'ü 3'e vuranda 9 eləyir. 4'e vuranda 9'u 4'e vurmuşam. 3'ü 4'e vuranda 12 olur bu. Üzrlüsən. Demək 3'ü 3'e vurduk 9. 3'ü 4'e 12. 4x çıx 12 bərabər. Demək 312. Burada 12'ler gelir. Qaldı 13x bərabər 312. X bərabərdir. Demək 2 dəfə olur 26. Oldu 52. O da 4. Cavab olur 24. Növbəti baxıram 24'ə. Demək 24. Üçbucağın xarici bucaqlarından ikisi A və beta bu bucaqlara qonşu olmayan daxili bucaq qammadır. Bir də olan cəmi 286 verib qammanı istəyir. Demə baxın. İki xarici bucağı. Demə bura alfa. Beta daxili bucaq qamma. Bizə alfa üstə gəl beta üstə gəl qammanı 286 verir. Baxın qayda əsasən üçbucaqda iki xarici bucağa qonşu olmayan daxili bucaq nəyə bərabərdir? Yəni bizdə elə bir ki qamma nəyə bərabər olmalıdır? Alfa üstə gəl betadan çıxmalı 180. Belə bir qaydanı yəqin bilirsiniz. Məsələn bu qaydanı bilməsəniz belə düşünə bilərsiniz. Bura qammadırsa, bura olur 180 çıx qamma. Bu xarici bucaq, xarici bucaq, xarici bucaq. Toplayan 367 bunu bilirsən. Belə əslində oradan gəlir də baba. Olacaq alfa üstə gəl beta üstə gəl 180 çıx qamma. Qammadır. Bərabər 360'a. Buradan da alfa üstə gəl beta çıx qamma bərabərdən 360'dan 180 çıx 180'a. Böyle bir sistem təlim. Bizə qamma lazımdır. Qamma lazımsa elə yuxarıdan aşağı çıxaram. Alfalar gedər, betalar gedər. Qamma çıx mənfi qamma orada olur. 2 dənə qamma. 286'dan 80 çıxanda qalır 6. Nə olur? 106 mı olur? 106. Qamma bərabərdir 53'ə. Cavab olur 53. Demək növbəti baxıram 25'ə. ABC düzbucaqlı trapesiyasında BC CD perpendiküler. AD də CD perpendiküler. Görürəm AE YB bərabər YD 13 CD 10 trapesiyanın sahəsini istəyir. İndi qulaq as. Bunu burada çəkim. Vermədi bunu. Bura A. Bura B, C, D. Buradan demək belə gəlir. E. Bu bundan gelir. Bura 10, bu 13. Aha, belə. İndi qulaq asın. Bax nə edirəm. Bax diqqətlə fikir verin. Baxın buradan oturacaqlar paralel çəksəm necə olur? Baxın bura 90. Bura 90. Paralel çəkdiyimə görə baxın burada 90'dır. Fikir verin. Bunlara paralel. Düzdürmü? Düzdür.
Və buranın nə oldu? Yarıya böldümü? Bəli. Demək mən bunu orta xətt kimi baxa bilərəm. Həm paralel həm yarıya böldüsə orta xətt. İndi orta xəttsə baxın burada yarıya bölünür. Onun yarısı 5. 5. Pifagora görə x'i tapa bilərəm orta xəttdə. X kvadrat bərabər 169 çıx 25 144. X bərabərdir 12'ye. Elə düzbucaqlı trapezin sahəsi orta xətt vurulsun hündürlük deyə bilərsənmi? 10. Müəllim niyə elə? Çünki bura A'dır, bura B'dir. Orta xətt nəyə bərabərdir əslində? A üstəgəl B bölü 2'də belə bir X'i verir. X də nədir? 12. İndi sahə nə idi? A üstəgəl B bölü 2 vur H deyil. Elə A plus B bölü 2 ilə orta xəttdir də. Yəni o qayda. 12 vurulsun hündürlük. Elə düzbucaqlı trapezdə bu bizə hündürlüyü verir. 10 olur 120. Cavab 120. Növbəti baxıram 26'ya. 8 bucaqlının bir təpəsindən çıxan diaqonalsa, bir təpədən çıxan diaqonal demək, bir təpədən çıxan diaqonallar sayı n-3'dür. 8 bucaqlı dediyinə görə 8'dən çıxdım 3'ü qaldı 5. Cavab oldu 5. Növbəti baxıram 27. 27 standart qruplara ayırmadır. Demək A kvadrat üstəgəl 6AB üstəgəl 5B kvadrat. Bu şəkildə onda qruplara ayırmaq üçün ortanı parçalamaq lazım. Necə? 2 ədəd toplayanda 6 eləsin. Oranda 1 ilə 5'in asili 5 eləsin. Bu da 5 ilə 1'dir. 6'ını yenə yazıram. Mesela AB üstəgəl 5AB üstəgəl 5B kvadrat. Buradan A kvadrat AB'dən A'nı çıxartsam olacaq A plus B. Digərindən də 5B'ni çıxartsam bu da olur A üstəgəl demək B. A plus B ortak çıxartsaq qaldı A üstəgəl 5B. İndi baxaq görək nə var. A üstəgəl B var mı? Var. 1'e C getdi. A üstəgəl 5B var, yaxşı. 1'e C'dir sadəcə. Baxıram 2'yə. Demək A kubu çıx 8 B kubu. Bu kublar fərqidir. A çıx 2B A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat. Daha doğrusu 4B kvadrat. Belə. İndi görək nə var. A çıx 2B var. Demək 2'yə də B uyğundur. Başqa var mı? Yoxdur. Gedirəm 3'ə. Demək A minus 2'nin kvadratı çıxılsın. B çıx 2'nin kvadratı. Və bu şəkildə kvadratlar fərqi tətbiq edirəm. A çıx 2 çıxılsın. Baxın B minus 2 orada mənfi təsir edir. Çıx B üstəgəl 2 olur. Bir də A çıx 2 üstəgəl B minus 2. Buradan demək A çıx B qalır. 2'lər gedir. Digərindən də elə bir ki A üstəgəl B çıx 4 olur. Demək A çıx B var mı? Var. 3'ə də A. Başqa nə var? A üstəgəl B çıx 4 var mı? Yoxdur. Demək A plus 4B A minus 4B. Onlar yoxdur da burada. Xeyr. Bir oldu CBA. Sonra keçirəm 28'ə. Məhsul maya dəyərindən 15 manat aşağı qiymətə satılarsa 5% zərər edilər. Bu məhsul 360 manata satılarsa neçə faiz gəlir əldə olunur? Gəlin belə götürək də. Demək maya dəyəri olsun X. Düzdürmü? 15 manat aşağı qiymətə satılarsa 5% zərər edilər. Demək maya dəyəri X olsun. Mesela X manata almışıq. Bu olsun 100%. 15 manat aşağı qiymətə satırıq. Bax, gətirmişik, endirim eləmişik, bu qiymətə satırıq. Və 5% zərər edirik. Yəni 100%-dən 5% zərər edirəmsə, demək 95%-də satmış oluram. Buradan çarpaz eləsəm,
100 vur x çıx 15 bərabər 95 vur x. Bu da 5'e geçsə 19 qalır. 5'e geçsə 20 qalır. Oldu 20x çıx 300 bərabər 19x. Buradan da 19'u sola keçirsəm 20'den 19 çıxsam x qalır. 300'ü sağa oldu müsbət 300. Demə maya dəyəri neçəyəmiş? 300 manat. Bu məhsul 360 manata satılarsa. Baxın 300 manata almışıq. Bu 100%'dir. Bu maya dəyəridir. Gətirmişəm 360'a satıram. Bu da bir K faiz. Görək xeyir nə qədərdir. Demək 360 vurulsun 100 bölünsün 300. Gelir 3 qalır. 360'ı da 3'e bölü 120%. 100%'den arttı. Oldu 120%. Ne oldu? 20% xeyir oldu. Gəlir nə qədər oldu? 20%. Növbəti baxıram 29'a. Baxın o da çevrə verilib. Üzərində göstərim. Demək BNC 7K'dır. Baxın bura 7K. BMC 11K. Bura 11K. Bizə BAC'ni istəyir. İndi qulaq. Bura bütöv nədir? 360. Demək 18K 360 tam çevrə. K 20 dərəcə. K 20 ise 7'ye vurdum. Bu oldu 140. Bu oldu 220. Şimdi onun arasında kalan bucağı alfanı tapmaq üçün nə etməliyik? Arada kalan böyük qövsdən çıxır kiçik qövsü bölür 2'ye. 140'ı daha doğrusu. Demək bu olur 80 bölü 2 40. Belə də tapa bilərsiniz. Çevrədə iki toxunan çəkiləndə onların arasında kalan qövsdə arada kalan bucağın cəmi 180. O formada tapa bilərsiniz. Yani bu istənilən qayda, istənilən tip üçün keçərlidir. Yəni bir toxunan bir kəsən ola bilər, iki kəsən ola bilər. Arasında kalan həmişə böyük bucaqdan kiçik, arada kalan böyük qövsdən kiçik qövsü çıxıb 2'ye bölsək həmişə arada kalan bucağı verər. Bu da belə. Cavab oldu nə? 40. Növbəti baxıram 30 isbatdır. Demək isbatda nə deyir bizə? ADC'de təm bölənlər ispat edin ki 90 D bərabərdir. Yəni bu. Bura bir x yazım. X bərabər 90 çıxıb B bucağı bölü 2 doğrudur. Demək bunu neyniyək? Demək olasın. Demək baxın. D bucağı yəni x bərabər olmalı 90 çıxıb B bölü 2. Gəlin B'də bir y yazım. Demək beta yazım. Bura alfa yazım. Bura beta yazım. Bu bucağına olsun. İndi biz baxın göstərməliyik ki alfa bərabər 90 çıxıb beta bölü 2. Biz belə bir ifadə almamız lazım. Gəlin görək. Alabilirik. Necə alırıq? Demək baxın. Bura 2 alfadırsa. Bakın bura ne olur? Bura 180 çıx. Demək 180. Demək buradan buraya 2 alfadırsa bura olur 180 çıx 2 alfa. Bura 2 betadırsa bura olur 180 çıx 2 beta. Bu arada orada alfa falan verib. Mən elə düz qoymuşdum. Nələ x, y qoyaq. Alfa beta verib də bizə. İndi qulaq asın. Normalda baxın bu üç bucağa görə daxil bucaqlar cəmi nədir? 180. Bayağı yazıram. 180 çıx 2 alfa. Üstə gəl 180 çıx 2 beta. Üstə gəl y
bərabər nəyə? 180. Düz oldu. Demək bu 180'e bu 180 gedər. Burada alıram 180 üstəgəl y bərabər 2 alfa üstəgəl 2 beta. Buradan hər tərəfi 2'ye bölsəm 90 üstəgəl y bölü 2 bərabər alfa plus beta. Baxın buradan belə bir bərabərliyi aldım. Belə. İndi bu üçbucağa görə alfa üstəgəl beta üstəgəl x 180 olmalı değil. Bəli. İndi burada alfa plus beta'nın yerine 90 plus y bölü 2 yazsam olar mı? Olar. Alfa plus beta'yı ne yazıram ki? 90 üstəgəl y bölü 2 üstəgəl x bərabər də 180. Buradan x'i tapıram. 180'den 90'ı çıxıram. Qaldı 90. Çıxılsın y bölü 2. Baxın mənə nə deyirdi? Mənə dedi ispat elə ki d bucağı yəni x bərabər 90 çıx b bucağının yarısı yəni y'in yarısı. Həqiqətində baxın aldım mı bunu? Burada alfabetdə deyil x'dir. Bayaq ki alfabetdə qoymuşam. Onu verib də şərtdə. Ona görə onu biz qoya bilmərik. Belə. Bu da bunun ispatı. Yəni sadə bir isbatdır. Yəni burada üçbucağın daxil bucaqlar qaydasına girib yazmalısın. Vəssalam. Sağ olun. Hər birinizə uğurlar. Növbəti sınaqlarda görüşənədək. Videonu bəyənib kanala abunə olmağı unutmayaq.